Salam dostlar, kanalıma videoma hoş geldiniz. Ben Arzu Bayramova. Videonu indi açabilirim. Daha indi səsim bile yoktu. Gördüğünüz üzere, yani eşittiğiniz üzere. Rüzin saat 7'de işleyipti. Ev halka ile yatır. Yani tabii ki işe gidenler falan olacak ama saat 7 kimi falan duracaklar. Yani de yatırlar yani. Ben özümden biraz danışım. Necə oldu, necə durmaya çalıştım falan. Aslında çok zor oldu. Yani ilk dəfədə deyəməm, belə birdən-birə zorlandım. Yoxsa dünən gec durdum deyəməm. Yoxsa ən şeysi oldu ki, mən gec yatdım deyə məncə daha zorlandım. Çünkü mən əslində saat 9'da el yerime girdim ki, girim yattım. Ben böyle geçer yattım ki, necə planda da demişdim, 9'da yataq ki, saat 4'də dura bilək. Neyse ben girdim saat 9'da 2 saat fırlanmışam. Düz saat 10'a qədər məncə yattım. Sonra bacım falan geldi. Daha da ses çıxartdırdı. Ben beynim milyon tane düşünceyle bilmiyorum da Tom aklına oxuyur. Beynimdeki düşünce. To ne bileyim nəsə serialdan düşünür. To bacımın baxdığı nə bileyim nə beynimdə qalır. To mən baxdığım Winx yadıma düşür falan. Və belə yatamadım. Ya saat 11'e kadar falan fırlanmışım. Sonra gördüm karnım böyle acıktı falan dedi. Açtım elədim, gittim çörek falan yedim. Su falan içtim, elədim. Winx'e yine baktım. Sonra gördüm ki ben yine yatamıram, yani yatsam durabileceğimi falan bilmediğimden saat 2 işlemiş yatmışam. Ve bacıma demiştim ki ben saat 4'te durdur diye durdurdum elədim ama sen durmadın. Olabilir yani ben düzgün hatırlamıram ama olabilir şeyler. Ben bizim saat 5'te durdum. Yani öz irademle değil zaten yine budilnik sesinden ama yine saat durdum 5'te. Yine de bence normaldi çünkü eğer ben saat 9'da yatıp 5'te dursaydım onu derdim ki normal yatıpsan da. Ama saat 2 işlemiş yatıp 4'te dursaydım daha da öleceğim. Demek ki birazcık da yatmalıymışam ki daha da ölmüyüm. Oldu. İndi saat 7'de işleyipti. Mən səhər yeməyinə belə çox yemək də istəmirəm. Amma biraz oturum dərs eləyim. Ondan sonra yəni ki yiyərəm yeməkdə. Deməli indi keçəcək bakım falan da elədik. Bloknotda yazmışam sadəcə. İndi şey yazacağım, işlərimi, bugün yapacaklar listesi deyirləri, Türklər, onlardan deneyeceğim ve oturacağım derse. Biraz şeyleri bir səhər yeməyə qaldı. Onu da birazcık ders eləyim, dersi başa düşümü falan, başa salma bakımı düşüm eləyim. Ondan sonra biraz yemek yiyərəm, sonra derse devam edərəm. Bugün dersi çünkü riyaziyyatda yani çok da büyük değil, limit eləyəcəyik. Mən bile büyük değil, tam bilmirəm. Ama müəllimə demişti ki, yani geçmemişim müəllimə ama yani demişti ki, yani çətin de çok da değil. Ona göre de onu güvənərəkdən düşünüyorum ki 4 saat orada geçirmələrimdə max. Bilməm əslində necə olacaq. Yəni açaq baxaq, çox da böyük danışmayaq. Belə dostlar, siz neynədir? Siz qalxdınızmı saat 4'te yazın yorumlara. Ya ben bugün kalka bilmesem de çalıştım diğer günler kalkam ama yine saat 5'te durmağım, geç yatmağıma bakmayarak yani bence normaldi. Yani düşünürüm. Üstümde şişti. Neyse dostlar ben çok danıştım. Gittim oraya oturum dersin başına. Dostlar böyle yazdım. Bugünün eləyəcəklərim şeyləri buraya tuturum. Gelmişim zala çünkü ev halkı yatır. Yani düz onlar duracaklar birazdan mama işe gitmeye için. Ama indi bacım benim otağımda da yattığımız otaqda bacım da yatır. Yoldaşıyı falan yandırmaq istemiyorum. Kimə söylemesin, eləməsin. Neyse. Böyle benim şirin bloknotum var. Onu yazıram. Neyse koydum da kana. Piştim istedi. Çok istedi hava. Ben donum yuxum aşırı dərəcədə gəlir. Böyle baxsır da. Üzlərim ki ben normal elə bilərəm. Əslində mən riyaziyyatda ingilis dilini, rus dilini çox şey eləmirəm. Daha riyaziyyatda ingilis dilini mən şey eləmirəm ki onları eləyəcəm. Coğrafya ilə rus dilindən biraz qorxuram. O da niye? Çünkü onlar biraz oxunaqlı dərslər daxı. Əslində ingilis dili falan deyil ama ingilis dilində daha çox yazmalıqdır falan da. Ama coğrafyada hər təni öyrənməkdir. Mövzu təhlilcimə təkrar edəcəm, heç fikrim yoxdur.
yəni. Ayda bu yuxunu belə bir sihir gücü ola bilər. Yəni dünənin Wings-ə falan baxıram, ona görə bir piu eləsəm özümə gəlsəm çox yaxşı olardı. Üstündə ən axırdadır. Bildiyiniz üzrə mətn eləyəcək və frazeologizm necə təkrar edəcəm heç bilmirəm. Yəni ona görə də bugün doğrudan zorlu keçəcək. Həm yuxusuz olduğumdan dolayı, həm də ilk olduğumdan dolayı doğrudan belə zorladığım özümü, yəni iyul ayı doğrudan çox zorlayacağım özümü. Sadəcə iyul yox, avqustda da eyni şəkildə. Çox istemişdim. İndi buradan planşetdən o istərsəm yoxuşa elə oldu. Saat 7 işləyirdi, 26 dəqiqə. Mən şey idman elədim falan, özümə gəldim. Özümə gəldim. Yoga elədim deyə gövdə eləməyə çalışdım. Eləcə bayağı hərəkətlərdə belə qalırdım yəni. Neysə dostlarım, indi yazacaq bura ki mənə bir şey ver, vaxta baxın. Ki mənə dərsi başa sal. Yazacağım YouTube'a. Saat uje 8 işlədi. Səsim batdı yemin. Belə yazdım, elədim. Müəllimə başa salması ilə. Başa düşdüm, çox da çətin deyil. Yəni praktika ilə olacaq bir şeydir məncə. Qəşəng praktika eləyə andıracağımı düşünürəm. Sadəcə indi gedirəm yemək yeməyə. Çünki istəyirəm ki, mən yemək yeməsəm bayılacağım indi burada. Və görək də yəni, əgər saat 10-a qədər qutarmasam, sabahları qutarmağa çalışdım. Yəni bir günə də mən onu özümü də eləmək istəmirəm ki, əslində mən birinci şeyləyəndə dedim ki, mən qutarmaq istəyirəm də mövzusunu falan. 100 neçə eləyərəm, qutararam deyə düşünürdüm. Amma sonra deyirəm ki, uçə elə eləməyim, həm özümə naqrustka eləməyim, həm də mövzunu tam yaxşı başa düşmək üçün məncə 2 gün eləsəm daha yaxşıdır. Çünki təzə mövzudur mənim üçün. Amma təkrar olan mövzuları çalışacağım ki, onları elə o 4 saat ərzində eləyim, qutarım.
Dostlar, ben öldüm dostlar, yoruldum. Siz necə riyaziyyatı beynim getdi də. Yəni mən orada 140 neçədən 145 dənə misal var idi. 73 dənəsini elədim. Qaldı 72 dənəsini, onu belə böldüm ki, uçuş eləməyə. Çünki bir günə mən qutarmaya çalışsam, həm normal zıqripit eləməyəcəm, yəni tam istədiyim kimi öyrənməmiş olacağım. Çünki bir günə qutarmaq istəyirəm, qutarmış olacağım üçün. Ona görə dedim ki, uçuşu всего mən geçəcəm. Yarısını eləyim, yarısını da sabahlar eləyəcəm. Onsuz da bilirsiniz ki, 5 gün ərzində məndə belə dərslərdir, yəni riyaziyyatdır. Və geçəcək, sonra saat 10-da mən dincəldim elədim, yəni 10-a qədər elədim. Saat 10-a qədər riyaziyyat elədim. Saat 10-dan saat 11-ə qədər dincəldim, çünki beynim error verirdi. Yəni səhər tez durmaq, yuxusuzluq, normal belə ürəyim falan da bulanmışdı, eləmişdim. Непонятно seyirdim özümü. İndi şükür ki, yaxşıyam. Geçəcək şokolad falan yedim, özümə gəldim. Çünki şəkərim deyəsəm düşmüşdü falan. Yəni nəsə ağzıma atdım, özümə gəlməyə çalışdım və üzümə bayaq buzladım, yəni göz altlarımı ki, yuxum açılsın birazcıq da. İndi yaxşıyam. Deyək saat 11-ə qədər falan dincəldim. Belə pis olduğundan falan dedim, o üçün mən 1 saat falan geçir dincəlim, nəsə yeyim, özümə gəlim. Ondan sonra da oturum coğrafiyaya ki, normal öyrənim də coğrafiyaya normal təkrar edeyim. Çünki əgər deyək ki, saat 11-in yarısı otursaydım, hər saniyə belə ay elə qalacaqdım. Ona görə də geçəcəyində oturdum coğrafiyaya, indi coğrafiya edəcəm. İlk öncə həritəni öyrənmək istəyirəm, bir də həritə öyrənim. Burada çünki çoxdur. Hələ Azərbaycan həritəsini yazmamışam darjım. Dostlar, belə həritələrdir. Müəllimə bizə demişdi ki, yeməyə demişdi ki, bunlardan çıxardım. Belə bunlar A3 formatında belə bir həritədir və üstündə mən belə qəşəng yazdım, elədim. Rus dilindədir, yəni Rus sektoru olduğundan dolayı bəlkə siz başa düşməzsiniz, amma burada indi dənizlərdir. Burada nədir? Burada nədir? Oy, adalar, yarım adalar falan. Oy. İndi mən litosferadan başlayacağımdan dolayı su ilə bağlı olan şeyləri indi keçirəm. Çünki su ilə bağlı hidrosfera vaxtında öyrənmək istəyirəm. İndi seçirəm. Bu hansıydı? Ay, bu nədir? Bu vulkanlardır. Vulkanlar da indi istəmirəm. İndi dağları falan niyə söyləmək istəyirəm. Baxın. Dostlar, bacınız həritəni öyrəndi. Deməli, geçici təkrarlardan bəzi şeyləri tam yadıma saldım, elədim, nə hardaydı falan. Belə olduq, geçək olduq yəni. Dağları falan bildik. Hansı cavandı, hansı nə bilim nədir, onları da bildik, elədik. İndi açdım kitabı. Kitabı belə açdım. Bugün istəyirəm, elə bir ki, neçə səhifə olur? 52, 53, 54, 55... 56, 57. 57'ye qədər öyrənim. Yəni 57-də. Və 52-57 belə deyək. Onları öyrənməyə çalışacağım. Daha öyrənmək yox, təkrarlamaqdır. Sonra şey, amma belə baxsaq öyrənmək kimi də bir şeydir. Amma təkrarlamaqdır yəni. Və müəllimə mənə dəftər vermişdi. Baxacağım o dəftərdə belə dəftərdir. O dəftərdə bəlkə nəsə var, yenə oradan baxacağım. Bir də qız da mənə dəftərini vermişdi. Oradan çəkilərini çəkmişəm. Onlara da baxacağım. Nəsə dabavka varsa elə başına da başlamışam litosferanı şey eləməyə, təkrarlamağa. Əgər orada nəsə varsa onlara da baxacağım, onları təkrarlayacağım. Deməli dostlar, mən coğrafiyanı qutardım, keçəcəyinə ingilis sözləri də öyrəndim, elədim. İndi oturdum ingilis dil eləməyə, yəni esse yazmağa. Belə demişdim sizə, mən Cemil ilə danışıram, çox üzrlü sayım planşetin belə kirli olmağına yəni baxmayın, fikir verməyin, eləməyin, qardaşımın əlində olduğundan belə kirli qalıbdı. Nəysə. Deməli, mən rusla bunu yazdım ki, mənə bir dənə tema ver ki, mən o haqqında yazım. Burada mənə podskaska falan da deyir ki, necə yaza bilərsən, nə dabaviç eləyə bilərsən falan. Və belə bir, mən oxumayım, siz oxuyun. İndi mən yazacağım, bu mənim 6-cıdır. Burada 5 dənə yazmışam. Çalışacağım, qəşəng yazım, yayın axırına çox olsun ki, əlim dağılışsın. Belə dostlar,
Əgər siz də eləməksə, belə qəşəng alışdırmaq istəyirsinizsə özünüzü, Gemini-dən ya da ChatGPT-dən ya da başqa AI-dan hansını istifadə edirsinizsə, ondan soruşub ona yardım istəyə bilərsiniz. İndi dostlar, o qədər şey həyatımda ki, çox yorğunum çünki və hər dincəndə məsəl yeməyə çalışdım ki, aclığım getsin. Ata hər sayın yorğunluqdan, həm də indi tuşda yorğunluq. Əgər mən yuxumu normal alsaydım, belə olmayacaqdım. Yuxumu isə normal almadığımdan hər bir işi görəsə aşırı dərəcədə yoruluram. Ona görə də indi bu qəşəng seçeneği yazmaya çalışacağım. Ondan sonra da ingilis dilində göstərdiyim kitabdan həm mətn eləməyə çalışacağım 2 dənə falan. Yəni o qalan vaxtımda nə qədər qalsa. Şimdi saat 3'ün yarısıdır. Mən coğrafyanı biraz tez qutardığımdan 1 saat tez qutaracağım deyə düşünürəm hər şey inşallah. Hər şeyi rus dili falan qutardıqdan sonra da biraz rus dilinə qorxuram. Çünki o frazeologizmlər falan da teksti falan başım ağrıyacaq da mənim ondan. Amma onları da inşallah qutarandan sonra daha rahat olacağım. Çünki çalışacağım bugün həyətə çıxım, biraz özümə gəlim. İndi baxım, əgər padruqam dağılırsa, padruqamla bir yerdə, alınmasa mama ilə ya da onunla dağılmasa özüm tək edəcəm, parka çıxacağım, gəzəcəm, özümə gəlmək istəyirəm, hava almaq istəyirəm. Hatta mən 2 gündür falan kvadrat evdəyim, çıxmıram da çölə. O da yaxşı deyil. Qəşəng yuxu idi. Havamı dəyişim, eləyim deyə düşünürəm. İndi mən sizə bir dəftərimi göstərmək istəyirəm. Bir şirin dəftər var. Mən bu Rebusda Neftçilərdə olan mağaza var ya, dəftərxana. Və orada prosta gəzinirdim, elə bir şey axtarmırdım. Sadəcə dəftərlərə falan baxırdım. Və bunu gördüm. Çox şirindir məncə, çox qəşəngdir. Dedim, mən bunu mütləq almalıyam. Çünki görünüşündən belə insanı sadəcə ingilis dili yox, bir dil öyrənməyə belə çəkən bir dəftərdir məncə. Və mən burada nə edirəm? Burada deyək ki, belə seçeneği falan yazanda, eləyəndə bilmədiyim sözləri yazıram. O da necə o deyirsiniz, öz bilmədiyin sözü necə yazırsan falan. Çünki mən bu sözləri, yəni deyək ki, rus dilində deyirəm, amma ingilis dilində deyək ki, bilmirəm necə tərcümə olduğunu falan. Sıra tərcümə yazıram və tık sıra sonra burada yazıram. Deməli dostlar, yoxlayana sonra belə oldu. Sadəcə bəzi sözləri mən üstündən birazcıq belə hədd çəkmişəm deyə. O elə bilir ki, mən hədd çəkməmişəm və onlara da mənə ilişdirədi. Amma burada səhvən sildim. Əslində birazcıq özüm düzəltdim, elədim. Məncə normal oldu. Və sonra burada dedi ki, uçuşu concentration olsaydı yox, fokus yazsan daha yaxşı olar. Burada heç nə demədi. Burada da o saatın səsidir, çox üzrlü sayın. Burada da dedi ki, biraz belə düzəldim eləyim. Mən bura belə düzəltdim yenə. Bəzi on social media olmalıymış. Sonra kəndən sonra to olmadığını bilirəm. Prosta mən dedim bəlkə to get aiddir axı. Ona görə bəlkə olar deyə düşündüm. Amma sən demə elə də olmaz. Prosta can get to know. Vot. Hə, sinə bu birinci forması da, okey, başa düşdüm indi. Okey, belə oldu və oldu. Və çox sevincliyəm çünki ingilis dilini qutardıq. Bir dənə belə bir listening elədim. Elizabetin koronası haqqındaydı. Tacı yəni. Sonra burada Kolezyum haqqında bir dənə mətn işlədim. Biz də 9-cu sinifdə bizdə belə qısa mətnlər var idi, belə bir şəkillər falan olurdu. Amma к сожалению, yəni onları yığışdırdılar deyə bilirəm. Yəni bunu bilmirəm yığışdırıblarmı yox. Mən bilən yığışdırıblar çünki 2 dənə mətn qoyublar da. Neysə. Belə bir mətn. Və bunun qrammatikası doğrudan çətin olur. Hansı idi? Hə, buydu. Və belə bir qrammatika işlədim. Yəni 4 dənə səhvim çıxdı. Yəni mən bunda belə səhvsiz tam eləyə bilmirəm. Hardasa mütləq səhvim çıxmalıdır. Çünki burada nəsə logika ilə daha çox sualdır. Necə deyim? Doğrudan çətindir, yəni. Asan deyil. Belə. Qrammatika deyiləm yoxdur, daha çox sözlər falan belə şeylər qatırlar burada. Əsəb də yaxşı çünki onlar birdən elə qata bilərlər. Təbii ki, qrammatika falan da işləyirik, yəni sadəcə bu kitabda yox, başqa kitabdan da işləyəcəm, müəllimə ilə də işləyəcəyik falan. Və ona görə də rahatam, amma özümü belə şeylərə də alışdıram ki, birdən belə şeylər düşər. Və tipim aşırı dərəcədə yorulmuşam.
bir 5-10 dəqiqə dincəldikdən sonra rus dilinə başlayacağam. Frazeologizmləri təkrarlamaq istəyirəm. Ondan sonra da mətn eləmək istəyirəm. Sonra da baxacağam, amma dedi gedərik Tuncaya hədiyyə alma, qardaşımın az gün gəlir. İndi alınsa mama ilə gedəcəm. Onun qardaşımın hədiyyəsini də almaq istəyirəm. Belə, oy, qarnım düşürdü. Onu da almaq istəyirəm və belə çox da işim qalmır. Elə həyətə çıxıb gəzmə işimi eləyirəm. Sonra qayıdandan sonra yatmadan əvvəl вечерин rutina, yemək yeməkdir, kitab oxumaqdır falan, odur budur, bloknot yazmaqdır. Bir də belə şeylər qalır ki, videonu editləmək və belə yorğunluqdan ölürəm. Dilindən frazeologizm demişdim də, sizə təkrarlamalıyam. İndi çalışacağım bu 4 dənə hərfi təkrarlayım. Bunlar balacadır. Yəni arxadan başlamaya çalışdım ki, yəni balaca hərfləri tez-tez qurtarım ki, sonraya böyüklər qalsın. Yəni sizin birinci böyükləri qutararlar da, mənim prosesində heç aportum yoxdur böyük hərfləri açmağa daşı. Ona görə indi bu balacalardan başlayacağım. Sonra da bu dilin testindən ikinci sınağı işləyəcəm. Birincini işləmişdim deyə iyun ayında. Bir dənəsini işləmişəm. Neyse buradan ikinci sınağı işləməyə çalışacağım. Görək işləyə biləcəyimi. Mənim üçün ən vacib olan şeydir. Bu tekstlərdir, mətnlərdir. Mətnlərdir. Yəni axırıncı sualları falandır. Onları çalışacağım keçəcək eləyim, işləyim. Ondan sonra da dərslərdən deyə bilərəm ki, qutarıram. Sadəcə dediyim kimi, bəlkə hər təni üsbivat eləsəm, onu eləyəcəm. Baxacam da, yəni əgər çatdırsam, bunu tez qutarsam, hər təni tezcə eləyəcəm. Yox, qutarmasam, bir dənə hərfdə qalacaq. O da heç nə olmaz da, o da başqa günlərdə eləyərəm deyə düşünürəm. Onsa vacib olan indi böyükləri eləmişəm. Azərbaycan olsa axırda öyrənəcəyimdən dolayı, yəni təkrar edəcəyimdən deyəm mövzuları, onu axırda da eləsəm deyə düşünürəm, o var. Yəni ki, bugün onu eləməyəcəm. Bundan sonra dincələm. Çünki beynim error verir. Belə, indi tez mövqeşə təkrarlayayım, sonra buna başlayayım. Hərtə var idi, dostlar. O 3 dənə hərtədən bir dənəsini yazdım. Bir dənəsi məndə var. Mən çıxartmışdım onu, oxşar, fason. Tam ondan deyil, amma eyni şeylər onun üstündə var. Sadəcə bir dənə qaldı. O da çaylar falan deyə bir dənə hərtə qaldı. Amma onda daha çoxdur və daha vaxt aparandı. Yəni bugünlük dedim, heç olmasa yazmışam sözümə. Yəni bloknotuma ki yazmışam ki, hərtədən heç olmasa yazım eləyim. Dedim hə, əgər yazmışamsa heç olmasa bir dənə də olsa, bir dənə hər dənə də olsa yazım ki, sonra eləməyim də özümü. Yəni günahlandırmayım ki, niyə eləmədim falan filan. Nə qədər yorulsam da mən biraz belə insanam. Yəni yorulsam da sonra yorğunluq axı insan yadından çıxır. Orada yadında qalır ki, niyə eləmədin, niyə falan filan, nə olacaqdı falan. Ona görə dedim, heç olmasa bir dənəsi də olsa yazım. O birisini yazardım, prosta birazdan çıxacam, eləyəcəm. Ona görə də həm də yoruldum da oradan da. Ona görə dedim ki, heç olmasa bir dənəsi də olsa yazım və yazdım. Все. Belə. Mən yorulmamışam. Çünki sən heç də eləməyibsən. Bağçadaydın. Dərslərimi çox yazmışım, imzalamışam. Pua. Hollywood kızları, kızları bize bazar kızları. Bazar kızları. Hepsi hikaye. Dostlar, pendir var. Gelin dostlar. Çok üzüldüm senin adına. Biliyorum gelmek istiyorsun benim yanıma.
Bu Maknara kafeyi takmış bulunmaktayım dostlar ve gördüğünüz üzere ben evdeyim. Yani bayaqdan evdeyim. Geldim eve, hərtəni falan orada baxdım. Mesela o yazmadığım hərtə də deməyə qalmışdı falan yazaram sonra. Aslında məndə var imiş. Yəni mən ofisi hazıra, ofisi müəllimə yanına gedəndə onları tak yazmışam hərtəyə falan. Ona görə hərtə ilə də problemimiz qutardı. Yəni onu da qəşəng eləmiş olduq. Nə qədər dedim eləməyəcəm falan belə yorulmuşam falan ama axırda çözüldü iş. Süper. Geldim indi geçici böyle saçımı yığmışam çünkü şiştim neydi? Piştim istidən dostlar. Belə çölə çıxdıq elə deyə o bazara falan getmək. Neçə il sonra ilk dəfə bazara getmişəm. Getdim turist. Çünkü ən axırıncı dəfə mən orada Balacağına getmişdim. Yəni nənəm falan, nənəmkindən sonra Gürcüstanda falan getmişdim ama Bakıda bu illərdə falan getməmişdim və belə getmiş oldum, təzədən görmüş və hatırlamış oldum. O da böyle bir anı oldu yani bugünlər və keçək qardaşımın hədiyyəsini aldık. Sadəcə burada göstərməyəcəm. Niyəsi çünkü otaqdadır orada, şkafdadır, o otaqda da qardaşım var və oraya girsəm görəcək, eləyəcək, ona görə uçuşu mən girməyim. Elə ad günü çalışsam vlog çəkim, qəşəng vlog çəkib sizə göstərmək istəyirəm. Yəni görək də necə bir beynimdə puan məsələ qurmam eləyirəm, görək necə alınacaq, inşallah yaxşı alırlar. Dostlar, ben deyirəm videomu bağlayayım. Çünkü yavaştan gedirəm videonu editləməyə və nə edirəm? Burada geçen kitabım var. Bunları sizə göstərmişdim. Yani biraz bundan okumaya çalışacağım. Biraz sıxıcı gedir, çox azıcıq başı falan biraz sıxıcı gedir. Ona görə yavaş okuram bunu. Ama bunu da təzə başlamışam. Bunu da istəyirəm yavaştan okumaya devam edeyim. Yatmadan əvvəl çalışsam bunları oxuyum, edeyim ki, birazcık da olsa beynimiz işləsin də yəni. Ya bunları oxuyacağım, eləyəcəm. Belə qaldı məndə nə video editləmək. İndi geçək video qutarıb gedirəm video editləməyə və axırda günüm necə keçdi deyə buraya yazacağım. Tamam mı? Yəni sadəcə o qaldı. Günüm necə keçdi onu özetləyəcəm və da bir kitap okuyup yatacağım. Belə dostlar. Yani dedim ben burada videomu bağlayayım çünkü belki de uzun oldu, belki ne oldu hiçbir fikrim yoktu. Ümidvarım beğenmişsinizdir. Ve benim vlogların gelmesini istersinizsə abone olmağı ve beğenmeyi unutmayın ve yorum bölməsində de bildirin. Belki başka cür istediğiniz bir vlog vardır falan. Onları da çekmeyi çok istəyirəm. Ya da video olabilir, vlog da olmasın. Yani çalışacağım daha da yaxşı çəkməyə başlayayım. Bu belə mənim ilk vlogumuydu. Hem de derslerden falan yani ne kadar dedim yuxusam falan ama gördüğünüz gibi indi bomba kimiyəm. Doğrudan da heç yuxum yoxdur, heç nəyim yoxdur ama yerimin girəndə gələcək deyə düşünürəm. Ben ümidvarım ki, yataram ki sabahki gün də var da, yəni sabahda yeni dərslərdir, sadəcə bir gün deyildi bu. Yine devam edir mən bu işgəncəm yayın axırına qədər, sadəcə yayın axırına qədər yox. Gələn ildə eyni tempdə devam edəcək. Belə dostlar, sizi kocaman öpürəm. Video beğendiyseniz beğenmeyi unutmayın. Kocaman sarılıram da belə uzaklarım.